Sumqayıtda faciəvi hadisə baş verib. Hadisə Corat qəsəbəsinin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 36 yaşlı Əbülfəz Vahabov məhz bu mənzildə hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib. Onda qeyd edim ki, mərhumun 2 az yaşlı evladı var. Yaxın dostuyuq, sinif yoldaşıyıq. Biz bura gələndə dedilər ki, saat hardasa onun yarısından qonşularından görən olub. Bəs hamamda elə bir müəyyən qaz çıxıb. Amma hardasa bir ikiyə işləmiş, 2-nin yarısı baxıblar ki, yəni səs sorağı yoxdur. Evdə də tək olub, işdən gəlib sininlə. Duş qəbul eləyəndə yəqin, o da fikir verməyib. Amma sonra qonşular görüb ki, saat 1-2 xəbər yoxdur. Yəni qapı da bağlı olub. Hasardan tullanıb, yəni baxıblar. Qapı zat da bağlı olub. Səhər yəni ora çatanda görüblər ki, yəni cənazəsi də soyuqdur, bu kimi də. Yəni belə olub hadisə. Şəfiyev Rövşən. Bəli, sinif yoldaşı olmuş. Sinif yoldaşı olmuşsunuz. Yəni ailəli olub? Bəli, ailəli olub. 2 dənə övladı var. Ya bu xəbər nə vaxt tutuldu? Yəni belə bir hadisə? Buna mən günorta xəbər elədilər ki, dəfn rəhmətə gedib də Əbülfəz. Amma səhər hadisə baş verib. Axırıncı dəfə nə vaxt görmüsünüz? Axırıncı dəfə bazar günü. Bir yerdə çayxanada oturub çay içirdik. Nə işdiniz ümumiyyətlə? Nə dedilər? Nədən? Heç nə dedilər, dəm qazından hamamda rəhmətə gedib.